Oğlaq bürcü 28 oktyabr 2025 Oğlaq bürcünün proqnozu. Bugün oğlaqlar üçün diqqət və səbr önəmli olacaq. Günün əvvəlində bəzi xırda çaşqınlıqlar yaransa da, günün gedişində hər şey daha aydın görünəcək. Planlarını dəyişdirmək məcburiyyətində qalsan belə, bu səni daha uyğun bir yola yönəldə bilər. Hadisələrə soyuqqanlı yanaşmaq bugün sənə ən çox lazım olan keyfiyyətdir. Səhər saatlarında yaxın insanlardan biri ilə fikir ayrılığı ola bilər. Əgər məsələyə sakit yanaşsan, vəziyyət tezliklə yoluna düşəcək. Hər şeyi dərhal cavablandırmaq yerinə biraz düşünmək və sonra danışmaq daha faydalı olacaq. Günün ikinci yarısında içində saxladığın bir məsələni aydınlaşdırmaq üçün fürsət yaranacaq. Daxili səsini dinlə və nəyi istədiyinə dürüst cavab ver. Bu, sənə qərarlarını daha rahat verməyə kömək edəcək. Axşam saatlarında rahatlıq axtarışı ön planda olacaq. Özünə biraz vaxt ayır, səni sakitləşdirən şeylərlə məşğul ol. Sadə bir gəzinti və ya sevdiyin bir fəaliyyət günün gərginliyini azalda bilər. Bu günün mesajı: sakit qal, hər şeyin öz axarında düzələcəyinə inan. Hər addım səni biraz da irəli aparacaq. Dolça bürcü 28 oktyabr 2025 Dolça bürcünün proqnozu. Bugün dolçalar üçün maraqlı və biraz da dəyişkən bir gün ola bilər. Səhər saatlarında planlarında gözlənilməz dəyişikliklər baş verə bilər, amma sən bu kimi hallarda çevik davranmağı bacarırsan. Hadisələrə açıq fikirli yanaşsan, gözləmədiyin bir vəziyyət belə sənin xeyrinə çevrilə bilər. Ətrafındakı insanlarla ünsiyyətdə biraz diqqətli ol. Bəzən sözlər düşündüyündən fərqli səslənə bilər və bu, anlaşılmazlığa səbəb ola bilər. Sakit tonla danışmaq və dinləməyi bacarmaq bugün münasibətlərdə harmoniya yaradacaq. Günün ortalarında yeni bir fikir və ya maraqlı bir təklif diqqətini çəkə bilər. Əgər səni həqiqətən cəlb edirsə, onu dərindən düşün, amma tələsmə. Zamanla bu fikrin sənə nə qazandıra biləcəyini daha aydın görəcəksən. Axşam saatlarında sakit və rahat bir mühit sənə çox yaxşı təsir edəcək. Bəlkə də sevdiyin bir insanla söhbət etmək və ya sadəcə sakit bir güşədə düşüncələrini toplamaq istəyə bilərsən. Bu, həm ruhuna, həm də enerjinə yüngüllük gətirəcək. Bugünün mesajı: gözlənilməz dəyişikliklərdən çəkinmə, bəzən ən yaxşı nəticələr məhz planlaşdırmadığın anlarda yaranır. Balıq bürcü 28 oktyabr 2025 Balıq bürcünün proqnozu. Bugün balıqlar üçün emosional dərinlik və duyğusal aydınlıq ön planda olacaq. Günün əvvəlində biraz qarışıqlıq hiss edə bilərsən, amma bu hal uzun çəkməyəcək. Daxilindəki sakitliyi qorusan, hadisələrin arxasında gizlənən mənanı daha yaxşı anlayacaqsan. Səhər saatlarında yaxın bir insanın sənin dəstəyinə ehtiyacı ola bilər. Hisslərini açıq ifadə etsən, bu münasibəti daha da gücləndirəcək. Sadəcə başqalarının problemlərini öz üzərinə yükləməməyə çalış, balansı qorumaq vacibdir. Günün ortalarında yarımçıq qalan bir məsələni həll etmək və ya uzun müddətdir düşündüyün bir addımı atmaq üçün uyğun vaxtdır. İntuisiyan bugün çox güclüdür, ona görə qərarlarını hisslərinə etibar edərək verə bilərsən. Axşam saatlarında səni rahatladan bir fəaliyyətlə məşğul olmaq ruhunu yeniləyəcək. Bəlkə də musiqi dinləmək, yazmaq və ya sadəcə səssiz bir mühitdə olmaq istəyə bilərsən. Bu, həm düşüncələrini sakitləşdirəcək, həm də səni yeni enerjiyə hazırlayacaq. Bugünün mesajı: hisslərinə qulaq as, bəzən cavabları ağlında deyil, ürəyində tapmaq daha asandır. Qoç bürcü 28 oktyabr 2025 Qoç bürcünün proqnozu. Bugün qoçlar üçün hərəkət və qərarlılıq ön plandadır. Səhər saatlarından etibarən içində bir canlanma hiss edə bilərsən, sanki uzun müddət gözlədiyin bir işə başlamaq üçün doğru an yetişib. Enerjini düzgün yönləndirsən, bugün çox şeyi yoluna qoya bilərsən. Ətrafındakı insanlar səndən liderlik və təşəbbüs gözləyə bilərlər. Lakin hadisələrə tələsmədən biraz da dinləyərək yanaşmaq faydalı olacaq. Çünki bugün emosiyalar güclü ola bilər və düşünmədən verilən reaksiyalar anlaşılmazlığa gətirə bilər.
Günün ortalarında yeni bir xəbər və ya fikir səni həyəcanlandıra bilər. Əgər bu səni motivasiya edirsə, plan qurmaq üçün yaxşı vaxtdır. Sadəcə hər şeyi eyni anda etmək istəyi səni yora bilir. Addım-addım irəliləmək daha rahat nəticə verəcək. Axşam saatları isə sakitlik və toparlanma üçün münasibdir. Bütün günün gərginliyindən sonra biraz tək qalmaq və ya səni anlayan biri ilə söhbət etmək enerjini bərpa edəcək. Bugünün mesajı: irəliləmək istəyirsənsə tələsmə. Bəzən ən doğru addım bir an dayanıb nəyin sənə həqiqətən lazım olduğunu düşünməkdir. Boğa bürcü 28 oktyabr 2025 Boğa bürcünün proqnozu. Bugün boğalar üçün sabitlik və rahatlıq axtarışı ön planda olacaq. Günün əvvəlində bəzi planlarda dəyişikliklər ola bilər, amma sən təmkinli davrananda hər şey öz axarına düşəcək. Ətrafındakı hadisələrə sakit və düşünülmüş yanaşmaq bugün sənə üstünlük qazandıracaq. Səhər saatlarında kiminləsə fikir ayrılığı yaşaya bilərsən. Əgər səbirli olsan və qarşı tərəfi dinləsən, vəziyyət tezliklə aydınlaşacaq. Bugün inad göstərmək yerinə ortaq məxrəc tapmaq daha yaxşı nəticə verəcək. Günün ortalarında bir məsələ ilə bağlı qərar vermək lazım gələ bilər. Tələsmən, içindən gələn səsi dinlə və hər şeyin necə hiss etdirdiyinə fikir ver. Bu, səni doğru istiqamətə aparacaq. Axşam saatlarında isə özünə kiçik bir rahatlıq bəxş etmək üçün gözəl vaxtdır. Səni xoşbəxt edən sadə şeylərə yönəl. Sevdiyin yeməyi bişirmək, sakit bir film izləmək və ya təbiətdə biraz gəzmək ruhuna yaxşı gələcək. Bugünün mesajı: səbir və sakitlik bugün sənin ən böyük gücündür. Hər şey öz vaxtında düzələcək, sadəcə axına inan. Əkizlər bürcü 28 oktyabr 2025 Əkizlər bürcünün proqnozu. Bugün əkizlər üçün maraqlı və canlı bir gün ola bilər. Səhər saatlarında çoxlu məlumat, xəbər və ya yeni fikirlər qarşına çıxacaq. Hər şeyi eyni anda dəyərləndirmək istəsən də, diqqətini bir mövzuda toplamaq daha faydalı olacaq. Ətrafındakı insanlarla ünsiyyət bugün mühüm rol oynayacaq. Bəziləri səndən məsləhət istəyə bilər, bəziləri isə səni fikirlərinə inandırmağa çalışa bilər. Sakit qal və sözlərini diqqətlə seç. Bu, həm münasibətləri qoruyacaq, həm də sənin mövqeyini gücləndirəcək. Günün ortalarında yarımçıq qalmış bir məsələni tamamlamaq və ya yeni bir ideyanı planlaşdırmaq üçün münasib vaxtdır. Daxilində yaranan hər bir fikrə dərhal reaksiya vermə, biraz düşünmək sonradan işini asanlaşdıracaq. Axşam saatlarında isə sükunətə və rahatlığa ehtiyac duya bilərsən. Gözəl bir söhbət, qısa gəzinti və ya sadəcə sevdiyin bir məşğuliyyət günün gərginliyini azaldacaq. Bugünün mesajı: hər fikir üzərində dərhal hərəkətə keçmə. Bəzən biraz səssizlik ən doğru cavabı tapmaq üçün kifayətdir. Xərçəng bürcü 28 oktyabr 2025 Xərçəng bürcünün proqnozu. Bugün xərçənglər üçün duyğular ön plandadır. Səhər saatlarında biraz kövrək və ya həssas hiss edə bilərsən, amma gün irəlilədikcə bu hal yerini sakitliyə verəcək. Ətrafında baş verənlərə həddindən artıq reaksiya göstərməməyə çalış. Bəzən sakit qalmaq ən güclü cavab olur. Yaxın insanlarla münasibətlər bugün xüsusi əhəmiyyət daşıyır. Kimsə səndən anlayış və dəstək gözləyə bilər. Onu dinləmək və səmimi sözlər demək aranızdakı bağları möhkəmləndirəcək. Əgər keçmişdə səni narahat edən bir məsələ varsa, bugün onunla barışmaq üçün əlverişli gündür. Günün ortalarında ev və ya şəxsi işlərlə bağlı kiçik dəyişikliklər etmək istəyə bilərsən. Hər şeyi tələsmədən, sakit addımlarla gör, nəticə səni sevindirəcək. Axşam saatları isə rahatlama və daxili tarazlıq üçün uyğundur. Özünə biraz zaman ayır, səni sakitləşdirən bir mühit seç və günün enerjisini yumşaq şəkildə tamamla. Bugünün mesajı: ürəyinin səsini dinlə, amma duyğularının səni idarə etməsinə izin vermə. Sakitlik bugün sənin ən böyük müttəfiqindir. Şir bürcü 28 oktyabr 2025 Şir bürcünün proqnozu.
Bugün şirlər üçün özünü ifadə etmək və diqqət mərkəzində olmaq istəyi güclü ola bilər. Günün əvvəlində enerjin yüksələcək, amma bu enerjini düzgün istiqamətə yönəltmək vacibdir. Hər kəsi heyran qoymaq istəyi təbiidir, lakin bugün sadə və səmimi davranmaq sənə daha çox uğur gətirəcək. Səhər saatlarında yaxın çevrəndə kiçik bir fikir ayrılığı yarana bilər. Əgər bu vəziyyətə sakit yanaşsan və öz fikrini yumşaq şəkildə ifadə etsən, hər şey tezliklə düzələr. Qürur məsələsini çevirmədən danışmaq bugün münasibətləri qoruyacaq. Günün ortalarında səni sevindirən bir xəbər və ya maraqlı bir görüş baş verə bilər. Bu, motivasiyanı artıracaq və yeni planlara təkan verəcək. Sadəcə hər şeyi dərhal etmək istəyi ilə özünü yormamağa çalış. Axşam saatlarında istirahət və iç balansı bərpa etmək önəmlidir. Sevdiyin musiqini dinləmək, sakit bir məkanda vaxt keçirmək və ya sevdiklərinlə səmimi söhbət etmək günün gözəl sonu ola bilər. Bugünün mesajı: parlamaq üçün çox çalışmaq lazım deyil, bəzən sadəcə səmimi olmaq səni ən çox işıqlandıran şeydir. Qız bürcü 28 oktyabr 2025 Qız bürcünün proqnozu. Bugün qızlar üçün sakitlik və diqqət ön planda olacaq. Səhər saatlarında bir qədər qarışıqlıq və ya anlaşılmazlıq yaşana bilər, amma gün irəlilədikcə vəziyyət aydınlaşacaq. Əgər hər şeyi nəzarətdə saxlamaq istəyirsənsə, xırdalıqlara ilişməkdənsə ümumi mənzərəyə baxmağa çalış, bu səni rahatlaşdıracaq. Yaxın insanlarla ünsiyyətdə səbirli olmaq vacibdir. Bəzən sən düşündüyünü çox dəqiq ifadə edirsən, amma qarşı tərəf bunu fərqli anlaya bilər. Daha yumşaq tonla danışmaq münasibətləri qoruyacaq və qarşılıqlı anlayışı gücləndirəcək. Günün ortalarında bir məsələni düzəltmək və ya yarımçıq qalan bir işi yekunlaşdırmaq üçün yaxşı vaxtdır. Öz ritmini tapdıqda hər şey sanki öz-özünə yoluna düşəcək. Axşam saatları isə rahatlıq və yüngüllük üçün uyğundur. Kiçik bir gəzinti, sevdiyin kitab və ya sakit bir an sənə enerji verəcək. Bu, həm zehnini, həm də ruhunu yeniləyəcək. Bugünün mesajı: hər şeyin mükəmməl olmasına çalışmaq yerinə axışı qəbul et. Bəzən sadəlik ən gözəl nəticəni gətirir. Tərəzi bürcü 28 oktyabr 2025 Tərəzi bürcünün proqnozu. Bugün tərəzilər üçün ünsiyyət və əlaqələr ön planda olacaq. Səhər saatlarında kiçik anlaşılmazlıqlar yarana bilər, amma sakit və açıq fikirli yanaşmaqla hər şey yoluna düşəcək. İnsanlarla münasibətlərdə balansı qorumaq vacibdir, çünki sənin mövqeyin bugün ətrafındakılar üçün nümunə olacaq. Günün ortalarında yeni fikir və ya maraqlı bir təklif diqqətini çəkə bilər. Əgər bu səni həqiqətən cəlb edirsə, onu düşünərək qiymətləndirmək faydalı olacaq. Tələsmədən addımla-addım irəliləmək sənə daha aydın nəticə verəcək. Axşam saatları özünə vaxt ayırmaq və rahatlamaq üçün uyğundur. Sakit bir mühitdə düşünmək, sevdiyin bir fəaliyyətdə məşğul olmaq və ya yaxın insanlarla xoş bir söhbət etmək günün gərginliyini azaldacaq. Bugünün mesajı: insanlarla münasibətində səbirli ol, tələsmə və hər addımı düşünərək at. Hər şey öz vaxtında yoluna düşəcək. Əqrəb bürcü 28 oktyabr 2025 Əqrəb bürcünün proqnozu. Bugün əqrəblər üçün dərin düşüncə və diqqət ön planda olacaq. Səhər saatlarında bəzi vəziyyətlər səni düşündürə bilər, amma hadisələrə soyuqqanlı yanaşmaq vəziyyəti aydın görməyə kömək edəcək. Daxili səsini dinləmək və hər şeyi biraz uzaqdan müşahidə etmək faydalı olacaq. Ətrafındakı insanlarla münasibətlərdə diqqətli olmaq vacibdir. Sözlərin təsirini nəzərə alaraq danışmaq və başqalarını da dinləmək aranızda anlaşmanı gücləndirəcək. Kiçik anlaşılmazlıqların böyüməsinə imkan verməməyi unutma. Günün ortalarında bir məsələni həll etmək və ya uzun müddətdir düşündüyün bir plan üzərində düşünmək üçün əlverişli vaxtdır. Hisslərinə etibar etmək səni doğru qərara aparacaq. Axşam saatlarında sakitlik və rahatlama axtarışı olacaq. Özünə biraz vaxt ayır, sevdiyin bir məşğuliyyətlə məşğul olmaq və ya sadəcə sakit bir mühitdə olmaq günün enerjisini yumşaldacaq. Bugünün mesajı: hisslərini və düşüncələrini diqqətlə dəyərləndir. Sakitlik sənin ən güclü dəstəyindir.
Oxatan bürcü. 28 oktyabr 2025 Oxatan bürcünün proqnozu. Bugün oxatanlar üçün enerjili və hərəkətsil bir gün ola bilər, amma hər şeyə tələsmədən yanaşmaq faydalıdır. Səhər saatlarında qarşıya çıxan yeni imkanlar və ya maraqlı təkliflər səni həyəcanlandırsa da, biraz müşahidə etmək və hər şeyi dərhal qərara çevirməmək yaxşı olar. Çevik və açıq fikirli olmaq hadisələri düzgün qiymətləndirməyinə kömək edəcək. Ətrafındakı insanlarla ünsiyyət bugün xüsusilə əhəmiyyətlidir. Səmimi və açıq olmaq münasibətləri gücləndirəcək, amma sözlərini diqqətlə seçmək kiçik anlaşılmazlıqların qarşısını alacaq. Bəzən başqalarının sözlərini yanlış başa düşə bilərsən, buna görə səbirli olmaq vacibdir. Günün ortalarında diqqətini bir layihəyə və ya ideyaya yönəltmək üçün əlverişli vaxtdır. Əgər yeni bir təşəbbüsdən ilham alırsansa, onu planlaşdıraraq və addım-addım həyata keçirmək daha doğru olar. Tələsmək yalnız yorğunluq və qarışıqlıq gətirəcək, ona görə ritmini qorumağa çalış. Axşam saatlarında sakitlik və rahatlama ön planda olacaq. Özünə vaxt ayırmaq, sevdiyin bir fəaliyyətdə məşğul olmaq və ya yaxın insanlarla səmimi söhbət etmək günün gərginliyini yüngülləşdirəcək. Daxili enerjini toplamaq və düşüncələrini aydınlaşdırmaq üçün bu anları dəyərləndir. Bugünün mesajı, hərəkət etmək istəsən də bir an dayanıb düşünmək və axını izləmək ən doğru yoldur. Səbr və diqqət səni gözlənilməz fürsətlərə hazır edəcək.